Əziz dinləyici, bugün səninlə Qurani-Kərimin ən qısa, lakin daxilində bütöv bir okeanı barındıran ən möcüzəvi surəsinin sirrini açırıq. Kövsər surəsi, tükənməz mənbə və ruhun zəfəri. Biz çox vaxt bu surəni qısa olduğu üçün namazlarda sürətlə oxuyub keçirik. Lakin bu 3 qısa ayənin arxasında elə bir psixoloji qalxan və ilahi sir gizlənib ki, daxili yalnızlıq hiss edən, sıxılan və özünü çarəsiz sanan hər bir ruh üçün bu surə mütləq bir şəfadır. Gəl əvvəlcə bu müqəddəs kəlamların ərəb dilinin o dərin qatlarından süzülüb gələn tam və sarsılmaz mənasını ruhumuzla dinləyək. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı ilə. İnnə ətaynəkəl kəfsər. Şübhəsiz ki, biz sənə Kövsəri bəxş etdik. Ərəb dilində Kövsər kəlməsi sadəcə cənnətdəki bir çayın adı deyil. Bu söz kəsrət kökündən gəlir və həddindən artıq çoxluq, heç vaxt tükənməyən xeyir, bitməyən maddi və mənəvi zənginlik, elmdə və ruhda zirvə deməkdir. Allah öz peyğəmbərinə və onun simasında hər bir möminə buyurur. Sən bu dünyada özünü tənha və əksik sanma. Biz sənə elə bir mənəvi mənbə vermişik ki, o əbədi olaraq tükənməzdir. Fəsalli li rabbikə vənhər. Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs. Bu ayə zahirən çox qısa görünsə də, ərəb dilinin bəlağət elmində insanın şuurunu yerindən oynadacaq ən geniş, ən dərin qatlara malikdir. Birinci ayədə Allah sənə tükənməz bir mənbə, yəni Kövsər verdiyini bəyan etdi. Dərhal ardınca gələn bu ikinci ayə isə sənə o sonsuz mənəvi zənginliyin daxilində hansı daxili duruşu və psixoloji aktı yaratmalı olduğunu əmr edir. Burada iki açar kəlmənin gizli şifrəsi budur. Birinci şifrə, fəsalli. Salli kəlməsi hər nə qədər klassik mənada fiziki namaz qılmaq demək olsa da, onun kök mənası əlaqə qurmaq, bağlanmaq və yönəlmək deməkdir. Allah sənə deyir, madəm ki, sənə heç vaxt tükənməyəcək mənəvi bir güc və ruh verilib, elə isə sən yönünü, diqqətini, qəlbinin fokusunu fani insanlara, maddiyyata, keçici qorxulara tərəf çevirmə. Fokusunu birbaşa o neməti sənə verən Rəbbinə tərəf yönət. Namaz insanın kainatdakı bütün xaosdan qopub mütləq bir meditasiya və sükunət halında Yaradanla birbaşa bağlandığı andır. Sən fəsalli dediyində daxili enerjini dağınıqlıqdan xilas edib tək bir nöqtəyə fokuslanırsan. İkinci şifrə vənhər sözüdür. Nəhər kəlməsinin ərəb dilindəki həqiqi kök mənaları o qədər dərindir ki, insan heyran qalmaya bilmir. Bu söz eyni anda 3 böyük psixoloji və ruhsal həqiqəti ifadə edir. Birinci məna, namazda qollarını sinənə qədər qaldırmaq və dik durmaq. Peyğəmbərimizə düşmənləri sən təksən, acizsən, oğul övladın yoxdur, nəsli kəsiksən deyib psixoloji təzyiq edəndə Allah bu ayəni endirdi. Vənhər, yəni düşmənlərinin qarşısında əyilmə, sinəni irəli ver, başını dik tut, qətiyyətli ol. Sən çarəsiz deyilsən, arxanda kainatın Rəbbi var. Bu çarəsizlik psixologiyasını darmadağın edən ilahi bir motivasiyadır. İkinci məna, qurban kəsmək. Sənə verilən o sonsuz Kövsərin, o uca ruhun qarşılığında sən də qurban verməlisən. Amma nəyi? Daxilindəki o qorxuları, insanlardan asılılığı, şöhrətbazlığı, egonu və təkəbbürünü Allaha qurban verməlisən. Sən daxilindəki heyvani hissləri kəsib atdıqca ruhun azadlığa qovuşur. Üçüncü məna, nəhr. Dəvə digər xırda heyvanlar kimi yerə yıxılaraq deyil, ayaq üstə, dik duraraq qurban kəsirlər.
Bu isə insana verilən ən böyük ruhsal mesajdır. Sən sınaqlardan keçərkən, çətinliklərlə qarşılaşarkən yerə yıxılıb diz çökmə. Sən bu yolda ayaq üstə və mərdliklə mübarizə apar. İnnə şəniyəkə huvel əbtər. Şübhəsiz ki, sənə nifrət edənin özü sonsuzdur. Tarixi kontekstdə Peyğəmbərimizin oğlan övladı rəhmətə gedəndə düşmənləri ona tənə edərək əbtər, yəni sonu kəsik, nəsli davam etməyəcək, unudulacaq dedilər. Bu ayə ilə Allah zalımlara şillə kimi cavab verdi. Bildirdi ki, əsl sonu kəsik olanlar, unudulub tarixin zibilliyinə dəfn olunanlar, Allaha və onun nuruna düşmən olanlardır. Sənin mənəviyyatın və yolun qiyamətə qədər var olacaq. Müasir insanın psixoloji problemlərindən biri də əksiklik kompleksi və tənha qalmaq qorxusudur. Biz bəzən elə bilirik ki, həyatda dayağımız yoxdur. İnsanlar bizi tənqid edəndə, arxamızda danışanda, yaxud bizi uğursuz adlandıranda daxilən sınır. Mən təkəm, mənim sonum gəldi düşüncəsinə qapılırıq. Ruhumuz çarəsizlikdən daralır. Bax, Kövsər surəsi insanın şuur altına endirilən ən güclü psixoloji qalxandır. O sənə pıçıldayır. Sənin daxilində Allahın bəxş etdiyi bir nur, yəni tükənməz bir Kövsər var. Sənin dəyərini ətrafındakı insanların rəyi, pulun və statusun təyin etmir. Səni yaradan sənə mütləq bir dəyər verib. Düşün ki, bugün həyatda səni sıxan, incidən nə qədər hadisə var. Sən çətinliklər qarşısında ruhən sınır, bəlkə də depressiyaya düşürsən. Bax, bu ikinci ayə sənin daxili onurğanı yenidən bərpa edir. O sənə deyir ki, əgər qəlbində Allahın nurunu daşıyırsansa, sənin bu dünyada heç bir hadisənin, heç bir insanın qarşısında boyun əyməyə, ruhunu sındırmağa haqqın yoxdur. Fokusunu Allaha yönəlt, daxili qorxularını qurban ver və çətinliklərin qarşısında sinəni irəli verib dik dur. Bu ayə insanı qurban psixologiyasından çıxarıb, onu ruhun ən uca zirvəsinə sarsılmaz bir mənəvi döyüşçüyə çevirir. Bu surə insanı depressiyadan çıxarır, qorxularını yox edir və ona mütləq bir özünə inam bəxş edir. Surənin sirri burasındadır. O zahirən ən aciz və tək göründüyün anda belə əslində mənəvi olaraq necə bir nəhəng zənginliyin sahibi olduğunu sənə xatırladır. İndi bir anlıq daxilinə bax və düşün. Kimlər səni sındırmağa çalışdı? Hansı hadisələr sənə özünü çarəsiz və tənha hiss etdirdi? Hansı fani varlıqların tənqidi səni yolundan elədi? Kainatın Rəbbi sənə səslənir. Sən əksik deyilsən. Sənin daxilində heç vaxt qurumayan bir Kövsər axır. Bəhanələri burax, qorxularını Allaha qurban ver. Çətinliklərin qarşısında sinəni dik tut. Sənə zərbə vuranlar, səni çarəsiz qoyanlar öz qaranlıqlarında boğulub gedəcəklər. Çünki səməd olan Allaha bağlanan bir ruhun sonu əsla kəsilməz.